İkinci dəfə hakimiyyətə gəlişini şərtləndirən amillər inflyasiya göstəricilərini azaltmaq və ölkə iqtisadiyyatını gücləndirmək idi. Məhz buna görədir ki, Amerikalılar onu keçmiş Biden administrasiyasının mənfi iqtisadi nəticələrini aradan qaldırmaq üçün seçdi. Ancaq hazırda bütün nəzərlər onun tarif siyasətinə yönəlib. Birləşmiş Ştatların 47-ci prezidenti Donald Trump'ın gömrük rüsumlarını yüksəltməsi xarici birjalarda öz təsirini göstərməyə başlayıb. Avropa Birliyi hərəkətə keçmək üçün gecikməyib. Komissiyanın prezidenti Ursula von der Leyen Ağ Ev rəhbərinə alyansla dialoq təklif edib. Həmçinin prezidentin tətbiq etdiyi gömrük rüsumlarının ləğvini nəzərdə tutan razılaşmaya gələ biləcəklərini açıqlayıb. Ancaq bu siyasətindən geri dönməyəcəyini dəfələrlə ifadə etmiş Trump bu dəfə də pozitiv mövqedən çıxış etməyib. Nəticədə Avropa Birliyi Birləşmiş Ştatlara cavab olaraq 25% həcmində tariflərin tətbiqini hədəfləyir. Gərginliyin kritik həddə çatdığı bir vaxtda ekspertlər alyansla ölkənin razılığa gələ biləcəyinə dair müsbət proqnozlar verir. ABD ile Avrupa Birliği arasında ABD açısından bir dış ticaret açığı söz konusu. Burada baktığımızda bir ortak nokta bulunacaktır. Çünkü bu ticaret savaşlarını kazananı yoktur. Bunu olmayacağını Avrupa Birliği de söylüyor. Bu nedenle Avrupa Birliği ve Trump bir ortak noktada anlaşacaklardır. Ama Trump elini güçlendirmek için hemen anlaşma yoluna gitmemekte. Çünkü Avrupa Birliği ile ABD'nin tek ilişkisi ticari değildir. Siyasi ilişkileri vardır. O ki qaldı razılaşmanın baş tutacağı müddətə qədər Avropa Birliyi üzvlərinin bu tariflərdən necə təsirlənəcəyinə analitiklər ilk zərbənin gəlir mənbələrinə dəyə biləcəyi ehtimalını irəli sürür. Ticarət şirkətləri üçün yeni tariflərin qəbulu çətin və zamana bağlı məsələ olduğundan məhsul qiymətlərində bahalaşma müşahidə olunacaq. Korporasiyaların işçi ixtisarlarına gedəcəyi də gözlənləndə. Ağ Ev tariflərin nəticəsi kimi Amerikalılar arasında yerli məhsullara tələbatın artacağını düşünsə də, proqnozlar tələbin təklifi üstələyəcəyini deməyə əsas verir. Zeynəb Mirzəyeva, Real.